Salam dostlar. Deməli, Ford Fusion demək olar ki 2 ildir məndədir. Daha doğrusu, daha dəqiqdirsə 1 il 11 aydır. Maşın alandan salon filtrin dəyişməmişəm. İndi bu necə açılır, necə sökülür, necə dəyişilir. İstəyirəm ki, mən bunu tam video şəklində paylaşım. Kimə maraqlıdırsa baxıb maariflənə bilər. Deməli, birinci növbədə bardakçıq açırıq. Buranın kartanı çıxardırıq, qoyuruq qırağa. Bardakçığın için boşaldıq. Sonra buranı səliqəli şəkildə çıxardırıq. Heç nəyə ziyan vermədən. Deməli dostlar, bir şey qeyd edeyim. Burada fikir verin, 2 dənə bolt var. 8 bolt. İkisi buradadır. İkisi də bir saniyə. Biri buradadır, altda. Bir də burada sol tərəfdə. Bunları açırıq. Deməli 8 7 qalovkanı götürürük. Açırıq. Alt tərəfi də açırıq. Alt tərəf 8 olacaq. Deməli 6 da açırıq. Bunu ehtiyatla özümüzə tərəf çəkirik və bunu qoyuruq qırağa. Deməli dostlar, fikirəm bir dənə işıq salın bura. O burada, bir burada şurup olmalıdır. Yəqin ki, məndən qabaq bunu söküblər. Amma bu şurupları görürsünüz, yeri var. Amma şurupları bağlamırlar. Yəqin məndən qabaq kimsə söküb. Amma şurupları yerinə bağlamıb. Çıxarda görə filtr nə yerdədir. Zavaskoy filtr oxşayır. Vay. Xeyli zibil olub. AF2 filtr almamışam. Heç nə olmaz. İndi mən bunu təmizləyirəm. Toz sorunu. Tozunu alıb bağlayıram yerinə. Amma fikir verin, burada xeyli fikir verin, buna bax, nə qədər zibil var. Təzəsi olsaydı daha yaxşı olardı. Bu zavaskoydu, orijinal bir şeydir. Heç nə, təmizləyib bağlayaram yerinə. Başqa vaxt yazır nəsə? Ford yazır. Ford, orijinaldır bana. Heç nə. Başqa vaxt təzəsini alıb bağlayaram.